Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Cəlil Şirəliyevin test toplusu suallara qaldığımız yerdən davam edirik. 11-ci suala baxırıq. Doğru fikri müəyyən edin. Tomlinson ilk dəfə anamorfoz xəritələri tərtib edib ifadəsi yanlış ifadədir. Çünki İngilis coğrafiyaçısı Roger Tomlinson anamorfoz xəritələri yox, ilk dəfə GIS terminini 1960-cı ildə elmə gətirib. A səhv variantdır. B. Xristofor Kolumbdan əvvəl heç kim Hindistana dəniz yolu kəşf etmək üçün səyahətə çıxmamışdır ifadəsi yanlış ifadədir. Çünki Xristofor Kolumbdan əvvəl Bartolomey Dias Hindistana dəniz yolu kəşf etmək üçün səyahətə çıxıb. C-yə baxırıq. İqlimşünaslıq, demoqrafiya, rekreasiya fiziki coğrafiyanın ənənəvi sahələrdir ifadəsi də yanlış ifadədir. Çünki iqlimşünaslıq bəli, fiziki coğrafiyanın ənənəvi sahəsidir. Lakin demoqrafiya iqtisadi coğrafiyanın ənənəvi sahəsidir. Rekreasiya iqtisadi coğrafiyanın yeni sahələri sırasındadır. Ona görə C variantı da səhv ifadədir. D-yə baxırıq. Challenger gəmisinin səyahətə çıxması iqlimşünaslığın inkişafını sürətləndirmişdir ifadəsi yanlış ifadədir. Çünki Challenger gəmisinin səyahətə çıxması okeanologiya elminin inkişafını sürətləndirmişdir. İ-yə baxırıq. Hacı Zeynalabdin Şirvani Şri-Lankada səyahətdə olmuşdur ifadəsi təbii ki, doğru ifadədir. Bəli, Hacı Zeynalabdin Şirvani Şri-Lankada səyahətdə olub. 11-in cavabı E variantı. Sual 12. Fiziki coğrafiyanın yeni sahələrinin verildiyi variantı müəyyən edin. A. Demoqrafiya iqtisadi coğrafiyanın ənənəvi sahəsidir. Geomorfologiya fiziki coğrafiyanın ənənəvi sahəsidir. Bizdən fiziki coğrafiyanın yeni sahələrini soruşur. Yəni A variantı düzgün deyil, amma yenə də baxaq. İqlimşünaslıq fiziki coğrafiyanın ənənəvi sahəsidir. Rekreasiya iqtisadi coğrafiyanın yeni sahəsidir. B-yə baxırıq. Riyazi coğrafiya fiziki coğrafiyanın yeni sahəsidir. Landşaftsşünaslıq da həmçinin yeni sahədir. Təbiəti mühafizə yeni sahədir. GIS fiziki coğrafiyanın yeni sahəsidir. Bizim doğru variantımız B variantı. Gəlin digərlərinə də baxaq. C. Təbiəti mühafizə yeni sahədir, landşaftsşünaslıq yeni sahədir, GIS də yeni sahədir. Lakin burada rekreasiya variantı pozur. Rekreasiya bayaq da dedik, iqtisadi coğrafiyanın yeni sahələri sırasındadır. D-yə baxırıq, kənd təsərrüfatı coğrafiyası burada variantı pozur. Çünki kənd təsərrüfatı coğrafiyası iqtisadi coğrafiyanın ənənəvi sahəsidir. İqlimşünaslıq fiziki coğrafiyanın ənənəvi sahəsidir. Geomorfologiyada, hidrologiyada həmçinin ənənəvi sahəsidir fiziki coğrafiyanın. İyə baxırıq limnologiya. Limnologiya elmi nədir? Deməli, quru hidrologiyasının bir şöbəsidir. Gölləri, su anbarlarını və bataqlıqları öyrənən elmdir. Yəni hidrologiyanın bir şöbəsi olduğuna görə təbii ki, bu fiziki coğrafiyanın ənənəvi sahəsi hesab edilir. Qiasologiya isə buzlaqların fəaliyyətini öyrənən elmdir. Hidrologiya, okeanologiya da həmçinin fiziki coğrafiyanın ənənəvi sahələri sırasındadır. Deməli, 12-də doğru cavab B variantıdır. Sual 13. Coğrafi təbəqəni və orada baş verən hadisələri öyrənən sahə təbii ki, yerşünaslıq elmidir. A-ya baxaq, iqlimşünaslıq iqlimi öyrənir, bildiyimiz kimi hidrologiya quru sularını öyrənir, geologiya yerin daxili quruluşunu öyrənir daha doğrusu. Təbiətin mühafizədə ekoloji coğrafiya aiddir. Deməli, doğru cavab D variantıdır. Yerşünaslıq coğrafi təbəqəni və orada baş verən hadisələri öyrənən elm sahəsidir. Sual 14. Fiziki coğrafiyanın ənənəvi sahələrinin verildiyi variantı müəyyən edin. Bu səfər ənənəvi sahələri soruşur. Demoqrafiya, bayaq dedik, iqtisadi coğrafiyanın ənənəvi sahəsidir. A variantı səhv cavabdır. B-yə baxırıq. Riyazi coğrafiya, fiziki coğrafiyanın yeni sahələr sırasında idi. Yəni, ümumiyyətlə, bu variantdakilərin hamısı yeni sahədir. Landşaftsşünaslıq, təbiəti mühafizə, GIS, bunlar fiziki coğrafiyanın yeni sahələridir. C. Təbiəti mühafizə yenə fiziki coğrafiyanın yeni sahəsidir. C variantda getdi. D variantına baxırıq. Kənd təsərrüfatı coğrafiyası iqtisadi coğrafiyanın
İqtisadi coğrafiyanın ənənəvi sahəsidir. D variantı doğru cavab deyil. Y-yə baxırıq. Okeanologiya, hidrologiya, yerşünaslıq və geomorfologiya bitki coğrafiyanın ənənəvi sahələridir. Yəni doğru cavab 14-də Y variantıdır. Sual 15. Coğrafiya elminin məqsəd və vəzifələrini müvafiq ardıcıllıqla müəyyən edin. Bildiyimiz kimi, hal-hazırda coğrafiya elminin vəzifəsi proqnoz verməkdir. Yəni, buna görə proqnozlaşdırma ən sonda olmuş olacaq. Müasir dövrdə coğrafiyanın vəzifəsi proqnoz verməkdir. Kəşf etmə təbii ki, ilk sırada duracaq. Çünki ilk zamanlar coğrafiya elmi kəşf etmə, təsvir etmə ilə bağlı idi. Daha sonradan izah etmə, yəni C, A və B 15-də doğru cavab, bir dəqiqə, 15-də doğru cavab A variantı. Sual 16. Ənənəvi coğrafi tədqiqat metodlarının verildiyi variantı müəyyən edin. Bildiyimiz kimi, coğrafiya elminin tədqiqat metodları iki qrupa ayrılır. Ənənəvi və müasir. Ənənəviyə aid idi kartoqrafik, tarixi, müqayisə, çöl tədqiqatları. Müasirə aid idi riyazi, statistik, coğrafi modelləşdirmə, coğrafi proqnozlaşdırma, aerokosmik, GIS. İndi gəlin baxaq. Burada ənənəvini soruşur. Baxırıq A-ya. Coğrafi modelləşmə dediyim müasirə aiddir, ənənəviyə aid deyil. Proqnozlaşdırma da həmçinin müasirdir. Aerokosmik də həmçinin müasirdir. Deməli, A variantı doğru cavab deyil. B-yə baxırıq. Coğrafi modelləşmə yenə müasirdir. Kartoqrafik ənənəvidir. Müqayisə ənənəvidir. Burada modelləşmə variantı pozur. C-yə baxırıq. Çöl tədqiqat ənənəvidir. Müqayisə ənənəvidir. Aerokosmik müasir olduğu üçün variantı pozur. D-yə baxırıq. Müqayisə ənənəvidir. Kartoqrafik ənənəvidir. Çöl tədqiqatları da həmçinin ənənəvidir. Doğru cavab D variantı. Y-yə də baxaq. GIS müasirdir. Tarixi ənənəvidir. Coğrafi modelləşdirmə də müasirdir. Deməli, 16-nın doğru cavabı D variantı. Sual 17. Nöqtələrin yerinə yazılmalıdır. Amerikanın mərkəzi və cənub hissələrini kim öyrənib və şimal hissələrini kimlər öyrənib? Bildiyimiz kimi, Amerikanın mərkəzi və cənub hissələrini İspanlar və Portuqallar öyrəniblər. Şimal hissələrini isə təbii ki, ingilislər və fransızlar. Cavablara baxırıq. Y variantı doğru cavabdır. Deməli, nöqtələrin yerinə olacaq İspanlar və Portuqallar Amerikanın mərkəzi və cənub hissələrini, ingilislər və fransızlar isə şimal hissələrini öyrənərək mənimsəməyə başladılar. 17-də doğru cavab Y variantı. Sual 18. Müasir coğrafi tədqiqat metodlarının verildiyi variantı müəyyən edin. Bu səfər müasiri soruşur. Coğrafi modelləşmə müasirdir, proqnozlaşdırma müasirdir, aerokosmik müasirdir, lakin tarixi ənənəvidir variantı pozdur. B-yə baxırıq. Coğrafi modelləşmə müasirdir, kartoqrafik ənənəvidir, müqayisə ənənəvidir, aerokosmik müasirdir. Deməli, burada kartoqrafik müqayisə variantı pozdur. Çöl tədqiqat ənənəvidir, müqayisə ənənəvidir, aerokosmik geoinformasiya isə müasirdir. Burada çöl tədqiqatı və müqayisə pozduğu. Sonra D-yə baxırıq. Çöl tədqiqat yenə müqayisə ənənəvidir. Tarixi də ənənəvidir. Aerokosmik müasirdir. D variantı doğru cavab deyil. Y-də təbii ki, doğru olacaq. Coğrafi modelləşmə, proqnozlaşdırma, aerokosmik, riyazi, statistik, bir də geoinformasiya. Doğru cavab 18-də Y variantı. 19-a baxırıq. Doğru olmayan fikri müəyyən edin deyir. Gəlin müəyyən edək. A-ya baxırıq. Avrasiya və Şimali Amerikanı ayıran boğaz, yəni Bering boğazı 18-ci əsrin əvvəllərində kəşf edilmişdir. Bəli, bu doğru cavabdır. Bizdən olmayan fikri soruşur. B-yə baxırıq. Naməlum cənub torpaqlarını axtarmaq və xəritəyə köçürmək üçün James Cook 3 dəfə dünya səyahətinə çıxmışdır ifadəsi təbii ki, doğru ifadədir. C-yə baxırıq. Alexander Humboldt Ant dağlarını, Mərkəzi Amerika adalarını öyrənmişdir. Təbii ki, bu da doğrudur.
Keçirik digər səhifəyə. D variantı Cənub coğrafi qütbünün kəşfi Şimal coğrafi qütbündən daha tez baş vermişdir ifadəsi yanlış ifadədir. Çünki Şimal coğrafi qütbü daha əvvəl fəth edilib. Robert Piri tərəfindən 1909-cu ildə Şimal coğrafi qütbü fəth edilib. Cənub coğrafi qütbü isə 1911-ci ildə Roald Amundsen və 1912-ci ildə Robert Scott tərəfindən fəth edilib. Yəni bu variant səhv variantdır. Bizdən də doğru olmayan fikri soruşduğu üçün D variantını götürürük. Doğru cavab D variantıdır. Gəlin Y-yə də baxaq. 19-cu əsrdə İngilis David Livingstone Afrikanın mərkəzi və şərq rayonları öyrənmişdir. Bəli, doğru ifadədir. Yəni 19-un cavabı D variantı olacaq. 20-ci suala baxırıq. Bu video üçün sonuncu sualdır. Uyğunluğu müəyyən edin. Deməli, tarixi, coğrafi proqnozlaşdırma, riyazi, statistik, çöl tədqiqatları, müşahidə məntəqəsinin yaradılması. Bu uyğunlaşdırma sualıdır. Gəlin baxaq. A. Müşahidə məntəqəsinin yaradılması bildiyimiz kimi çöl tədqiqatlarında idi. Ona görə A-nı 4-ə yazacaq. Coğrafi hadisə və ya prosesin müəyyən vaxt ərzində dəyişməsi təbii ki, bu tarixi metodda idi. Yəni, B aid olacaq 1-ə. Sonra, kosmik tədqiqatlar vasitəsilə müasir xəritələrin hazırlanması aerokosmik metoda aiddir. Lakin aerokosmik metod burada olmadığı üçün C heç birinə aid deyil. D-yə baxırıq, landşaftın müəyyən müddət sonra necə dəyişilməsini məlumat verir. Təbii ki, bu da aid olacaq coğrafi proqnozlaşdırmaya. D aiddir deməli üçün. Sonra Y-yə baxırıq. Obyekt və hadisələr planlaşdırılır və layihələşdirilir. Planlaşdırma və layihələşdirmə riyazi statistik metodda idi bildiyimiz kimi. Ona görə Y aiddir 2-yə. Deməli 1-ə B, 2-yə Y, 3D, 4A doğru cavab 20-də B variantı. Bu video üçün bu qədər. Gələn test tapşırıqlarında görüşmək üzrə hər birinizə uğurlar arzu edirəm. Sağ olun.